Salam hörmətli müəllimlər. Dünən axşam bildiyiniz kimi 60 suallıq bir elektron sınaq paylaşmışdım sizlər üçün. Həmin sınaq testində 50 ixtisas və 10 kurikulum sualı öz əksini tapmışdı. İxtisas sualları mənə aid, kurikulum sualları isə Zülfüqar müəllimə aid idi. Zülfüqar müəllimə də sualları hazırladığına görə öz təşəkkürümü bildirirəm. Və ixtisasdan olan 50 sualın izahını verəcəm sizlərə. Həmin hazırlanan suallar Artinin paylaşdığı test nümunələrinə əsasən hazırlanmışdır. Bəzi müəllimlər qeyd edir ki, suallar çətindir, çətinlik səviyyəsinə görə. Ola bilər, bəzi suallar çətin ola bilər sizlər üçün. Onların izahını verəcəm. Bildiyimiz kimi, MİQDİ sertifikasiyada 3 səviyyədə suallar hazırlanır. Orada asan səviyyədə sual olmur. Orta, çətin və daha çətin suallar olur. Biz də hər birinə uyğun testlər hazırlamışıq və bugün izahını verəcəm. Hər biriniz əmin ola bilərsiniz ki, bu hazırladığım testlərin sizlərə çox böyük xeyri olacaq. Və mən testlərin izahını verəcəm. Siz hər biriniz həmin testlərə baxıb ona uyğun hazırlaşın. Dediyim kimi, onlara uyğun testlər düşəcək bizlər üçün. Bəzi müəllimlər qeyd edir ki, situasiya tipli suallar çoxdur axı. Hal-hazırda daha çox buna uyğun suallar daha çox imtahanda öz əksini tapır və mən də bacardığım qədər ona uyğun hazırlamışam ki, biz yenə deyirəm, imtahana hazır olaq. Hər bir formada düşən suala hazır olaq. Daha gedib imtahanda qarşımıza çıxanda orada fikirləşməyək ki, bu sualı necə müəyyən edək, necə cavablandıraq. Təbii ki, bu formada olan sınaqlarımız davamlı olacaq. Sınaq qrupumuz yaradılacaq. Cəmi bir dəfə ödəniş etməklə imtahana kimi hər həftə həmin qrupa sınaqlar atılacaq. Əlavə olaraq da həmin ixtisas suallarının izahını da sizlər üçün hazırlayıb qruplara atacağım. Başlayaq vaxt itirmədən sınağımızın izahına. İlk olaraq elektron testi işləmək üçün ad, soyadı qeyd edirik. Çünki mütləqdir bu, ulduzludur. Və ondan sonra artıq başlayırıq testləri işləməyə. Sınağa qoşulmaq üçün də verilən nömrə ilə 050 855 91 46 nömrəsi ilə əlaqə saxlayıb sınaq qrupumuza qoşula bilər. İlk sualımız belədir. Aysu və Sevinç şahmat oynayırlar. Sevinç at fiquru ilə şah elan edir. Aysu şahı şah vəziyyətindən hansı yollarla xilas edə bilər? Bilirik ki, əgər şah elan olunubsa, 3 yolla şah vəziyyətindən xilas olunmaq olar. Neçə yolla? 3 yolla xilas olunmaq olar. Hansıları idi o yollar? Şahı qaçırtmaqla, birinci yolumuz budur. Şahı qaçırtmaq. İkinci yol, şah elan edən fiqurun qarşısına hər hansı bir fiqurumuzu yerləşdirmək. Üçüncü yol isə şah elan edən fiquru götürmək, yəni vurmaq. 3 yol. Lakin əgər at fiquru ilə şah elan edilibsə, 2 yolla. Niyə 2 yolla? Biz bilirik ki, at fiquru elə bir fiqurdur ki, onun qarşısında fiqur olsa belə, onun üstündən keçə bilir. Ona görə qarşısına öz fiqurumuzu qoymağın heç bir əhəmiyyəti yoxdur. Əksər müəllimlər cavab olaraq götürürlər C variantını. 3 yolla. Amma doğru cavabımız hansıdır? 2 yolla xilas edə bilər. Şaha qaçırtmaq və at fiqurunu vurmaqla. Amma digər fiqurlarla şah elan olunsaydı, bəli, o zaman cavabı 3 götürə bilərdik. Burada cavab Y variantıdır. Müəllim dərsin məqsədinə uyğun hərəki qabiliyyətin inkişafı üçün maksimal, geniş amplitudada icra edilən əzələ, oynaq bağ aparatını dartmağa yönəlmiş hərəkətlər kompleksindən istifadə edir. İstifadə etdiyi hərəkətlərin icra acılığını, qüvvə və əzələlərin boşaldılması istiqamətli hərəkətlərlə növbələşdirilir. Yəqin ki, artıq cümlələri oxuduqca artıq başa düşdünüz ki, söhbət hansı hərəkətdən gedir. Geniş amplitudada oynaq bağ aparatının dartmağına yönəlmiş
və ədəllərin boşaldılması. Bilirik ki, ədəllərin boşaldılması əlgəli üçün həm də amildir, əsas amili götürürük. Təbii ki, burada söhbət nədən gedir? Bədənin əyilmə qabiliyyətindən. Daha mən tək-tək variantları oxumuram ki, çox vaxtımız getməsin. Bədənin əyilmə qabiliyyəti. Yəni burada cavabımız bədənin əyilmə qabiliyyətidir. Çünki 50 sualdır. 50 sualın tək-tək variantlarının izahını versəm çox uzun bir video alınacaq. Bizdə də hər birimizdə belə bir şey var ki, uzun videolara baxmaq istəmirik. Hər şey istəyir ki, qısa olsun, yığcam olsun. Üçüncü sualımız belədir. Müəllim çeviklik tədris vahidi üzrə keçdiyi dərsdə futbol oyunu təşkil edir. Hal-hazırda bilir ki, dərsimiz, daha doğrusu, yəni məktəblərdə plana uyğun olaraq çeviklik qabiliyyətinə uyğun dərsləri tədris edirik. Güclülər və zəfər komandalarını müəyyənləşdirir. Zəfər komandasının oyuncusunun ötürməsi zamanı top müəllimə toxunaraq güclülər komandasının qapısına daxil olur. Bu vəziyyətdə müəllimin qərarı nə olmalıdır? Biz bilirik ki, 3 halda top hakimə toxunduqda mübahisəli top təyin olunur. 1. Top hakimə toxunur, qapıya daxil olursa. 2. Top hakimə toxunur, rəqibə keçirsə. 3. Top hakimə toxunduqdan sonra komandanın perspektivli, yəni təhlükəli hücum başlayırsa. Bu üçündən biri də burada verilir bizim üçün ki, top müəllimə toxunaraq güclülər komandasının qapısına daxil olur. Belə bir vəziyyətdə müəllimin qərarı nə olmalıdır? Mübahisəli vəziyyət, yəni mübahisəli topla oyunu nə etməlidir? Bərpa etməlidir. Dördüncü sualımız belədir. Müəllim dərsin hazırlayıcı hissəsində sıra hərəkətlərini şagirdlərdə təkmilləşdirmək istəyir və bu zaman hərəkətlərin icrası üçün sağ, sol çiyin irəli marş komandasından istifadə edir. Bilirik ki, sıra hərəkətlərinə hansılar daxildir? Sıra fəndləridir, irələmələrdir, seyrəlmələr, sıxlaşmalardır və düzlüş və yenidən düzlüşlərdir. 4. 4 qrupa bölünür. Bu komandada nə zaman verilir? İrələmələr zamanı. Məsələn, biz komanda vermişik sıra addımı ilə marş və şagirdləri ətrafa istiqamətləndirmək istəyirik, sağa və ya sola. Bu zaman ona uyğun olaraq komanda veririk. Sağ ətrafa irələməsini istəyiriksə, sol çiyin irəli addımla marş, amma sola istəyiriksə, bu zaman sağ çiyin irəli addımla marş komandalarından istifadə edirik. Ona görə cavabımız nə olur? İrələmələr. Yəni bu komandalar irələmələr zamanı verilir. İrələmələr zamanı dön komandasından bilirik ki, istifadə etmirik. Dön komandası yerində dönmələr zamanı verilən komandadır. 5-ci sualımız belədir. Müəllim dözümlülük tədris vahidi üzrə dərs təşkil edir. Dərsin əsas hissəsində daha çox aşağı intensivliklə qısa vaxt ərzində yerinə yetiriləcək hərəkətlərdən istifadə edərək düşünür ki, belə olan halda uşaqlar daha az yorulacaq və zədələnmə halları baş verməyəcək. Müəllimin əsas metodiki səhvi nədən ibarətdir? Gəlin bunu variantlara görə təhlil edək. Ümumşəf hərəkətlərindən istifadə edilməmişdir. Burada söhbət artıq əsas hissədə gedir və deyir ki, aşağı intensivlikli fiziki hərəkətlərdən istifadə etməklə düşünür ki, zədələnmə halları baş verməyəcək. Təbii ki, bunu doğru cavab olaraq götürmək olmaz. Müəllim düz başa düşür ki, belə olan halda dərs daha təhlükəsiz olacaq. Xeyr, hər bir dərsin məqsədi var. Deyəcəm indi. C variantı kifayət qədər intensiv fiziki yük olmadıqda heç bir inkişafa nail olmayacağını nəzərə almamışdır. D. Müəllim çoxmərhələli estafetləri yüksək intensivdə icrasını təşkil etməlidir. Y. Təhlükəsizlik qaydaları haqqında şagirdlərə ətraflı məlumat verilmir. Təbii ki, burada doğru cavabımız hansıdır? C variantıdır. Niyə görə C variantıdır? Kifayət qədər intensiv fiziki yük olmadıqda heç bir inkişafa nail olmayacağını nəzərə alınmamışdır. Biz bilməliyik ki, əgərsə dərs prosesində kifayət qədər, yəni intensiv fiziki yük vermiriksə şagirdə, bu zaman biz hər hansı bir inkişafa nail ola bilmərik. Müəllim də bunu nəzərə almır və təbii ki, öz dözümlülük dərsində qısa vaxt ərzində yerinə yetirilən hərəkətlər. Dözümlülük qabiliyyəti inkişafı üçün biz daha çox davamlı
uzun müddət ərzində yerinə yetirilən hərəkətlərdən istifadə edirik. Uzun mərhələli estafetlər, çox mərhələli estafetlər və s. Müəllim bunu nəzərə almamışdır. 6. Müəllim çeviklik tədris vahidi üzrə keçdiyi dərsdə dərsin məqsədinə uyğun olaraq statik hərəkətlərin icrası zamanı şagirdlərə hərəkətləri düzgün və qaydalar çərçivəsində yerinə yetirməyi tapşırır. Müəllimin verdiyi tapşırığa əsasən şagirdlərdə çeviklik qabiliyyətinin hansı xüsusiyyətini inkişaf etdirilir? Çoxu yəqin ki, bu sualı dərhal müvazinət olaraq fikirləşib, bəlkə də dinamik, baxmamışam cavablara, bəlkə də çoxu elə dinamik müvazinət götürüb. Amma təbii ki, dinamik müvazinət deyil bu sualın cavabı. Burada əsas məsələ nədir? Görürsünüz, deyir ki, hərəkətləri düzgün və qaydalar çərçivəsində yerinə yetirmək. Ümumiyyətlə, yadınızda saxlayın ki, hər hansı bir hərəkəti düzgün, qaydalar çərçivəsində yerinə yetirmək nə adlanır? Təbii ki, dəqiq icra adlanır. Burada da deyir ki, statik hərəkətlərin icrası zamanı şagirdlərə hərəkətləri düzgün qaydalar çərçivəsində yerinə yetirməyi tapşırır. Deməli, müəllim nəyi inkişaf etdirmək istəyir? Dəqiq icranı. Birdən fikirləşərsiniz ki, niyə statik hərəkət? Bizdə dəqiq icranın komponentləri var. Dəqiq icranın komponentlərinə baxsaz, görərsiniz ki, bizdə statik hərəkətlər də həm də dəqiq icrada da istifadə oluna bilər. Verilmiş statik vəziyyətin qorunması dəqiqliyi deyə bizim bir komponentimiz var. Aydındır? Ona görə istənilən bir hərəkəti fərqi yoxdur. Müvazinət hərəkətləri olsun və digər hərəkətləri düzgün qaydalar çərçivəsində yerinə yetirmək hansına aiddir? Dəqiq icraya aiddir. Yəni çaşdırmasın. Əsas sualın mahiyyətini çalışın başa düşün. Sualı təhlil edin, sonra cavablandırın. 7. Fiziki tərbiyə dərsində müəllim çoxmərhələli estafetlər təşkil edir. Bir neçə dəqiqədən sonra bəzi şagirdlərin çox yorulduğunu görür. Müəllim dərsin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün tapşırığın icra müddətini azaldır, hərəkətlər arasında qısa fasilələr verir və tapşırıqları daha yüngül formada davam etdirir. Bu situasiyada müəllim hansı pedaqoji prinsipi tətbiq edir? Baxaq cavablara. Fərdiləşdirmə prinsipi, təbii ki, xeyr. Və cavabımız burada çox vaxtımızı aparmasın deyənə qeyd edim. Fiziki yükün tənzimlənməsidir. Yəni, müəllim artıq görür ki, çoxmərhələli estafetlərdən istifadə edir və görür ki, artıq şagirdlər çox yorulur və təbii ki, dərsin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün nə edir? İcra müddətini azaldır. Bir növ növbələşdirmə var da burada. Müəllim nə etdi? Fiziki yükü tənzimlədi. Ona görə cavabımız oldu burada B variantı. 8. Fiziki tərbiyə dərsində şagird voleybol oyunu zamanı hücum vuruşu edərkən yıxılır, başı yerə dəyir və başı dönür. Amma şagird danışa bilir və hərəkət edə bilir. Müəllim bu zaman ilkin tibbi yardımını necə göstərməlidir? Şagirdi dərhal oyuna qaytarmaq təbii ki, olmaz. Şagirdi sakitləşdirmək, baş hərəkətini məhdudlaşdırmaq. Şagirdin başını sürətlə sirkələmək təbii ki, olmaz. Adi hal olduğunu düşünərək oyun davam etdirməlidir? Xeyr. Başına soyuq kompres qoyulmalıdır? Xeyr. Deməli, doğru cavabımız hansı oldu burada? B variantı. Şagirdi mütləq şəkildə ilk növbədə sakitləşdirməliyik, baş hərəkətini məhdudlaşdırmalıyıq. Cavabımız B variantı. Gəldik, uyğunluğu müəyyən edin. Həmişə bu formada olan suallarda nəyə fikir verin? Uyğunluq və ya uyğunsuz olduğunu. Bəzən uyğunsuzluğu soruşur, biz uyğunluğu müəyyən edirik. Baxaq, dərsin hissələri verilmişdir. Giriş, hazırlayıcı, əsas, tamamlayıcı. Bir-iki psixoterapiya dərsləri 4 hissədən ibarətdir. Hər 4 hissə verilib və həmin hissələrə uyğun tapşırıqlar verilir. Biz müəyyən etməliyik ki, giriş hissəyə hansı aiddir, hazırlayıcı, əsas, tamamlayıcı hissəyə hansıları aiddir. Baxaq, gəlin, burada mən sizin üçün tək-tək müəyyən edim. Baxaq, giriş hissəyə hansı aiddir, digərlərinə hansı aiddir. Adda verilib ki, idman oyun növlərinin elementlərindən ibarət estafetləri təşkil etmək, təbii ki, giriş hissəyə aid deyil. Orqanizmin ümumi qızışdırılmasına yönəlmiş hərəkətlər kompleksindən istifadə etmək deyil. Kim daha sürətli olmaq istəyir? Bəli, giriş hissəyə aiddir, kim daha sürətli olmaq istəyir. Giriş hissədə müəllimin fəaliyyəti nədən ibarətdir?
Müəllimin fəaliyyəti ondan ibarətdir ki, dərsin məqsədinə uyğun olaraq hərəkət və onların təyinatı haqqında məlumat vermək, dərsin məqsədini, yəni təlim nəticəsini elan etmək, motivasiya qurmaq, təhlükəsizlik qaydaları haqqında məlumat vermək. Burada da bizim üçün verilib ki, kim daha sürətli olmaq istəyir? Bu nədir? Motivasiyadır. Yəni şagirdlərdə müəllim nə edir? Motivasiya formalaşdırır. Motivasiya da dərsin hansı hissəsində formalaşdırılır? Giriş hissədə. Yəni birdən fikirləşərsiniz ki, burada niyə elə motivasiya sözü yazılmayıb? Biz müəllim kimi fəaliyyət göstəririksə, bilməliyik ki, motivasiya nədir? Motivasiya necə qurulur? Təlim nəticəsi necə çıxarılır? Hər biri haqqında məlumatımız olmalıdır. Yəni bilin ki, təlim nəticələri də giriş hissədə elan olunur. Cavabımız oldu 1-3-C. Sonra hazırlayıcı hissə üçün. Hazırlayıcı üçün doğru cavabımız elə B variantıdır. Orqanizmin ümumi qızışdırılmasına yönəlmiş hərəkətlər kompleksindən istifadə. Hazırlayıcı hissədə əsas məqsəd nədir? Sıra, immuninkişaf, hazırlayıcı hərəkətlərdən istifadə etməklə şagirdlərin orqanizmini əsas fiziki yükün qəbuluna hazırlamaq. Düzdürmü? Burada da deyir ki, orqanizm ümumi qızışdırılmasına yönəlmiş hərəkətlər. Orqanizm ümumi qızışdırılmasına yönəlmiş hərəkətlərimiz də hansılardır? İnkişaf hərəkətləri. İnkişaf hərəkətləri də dərsin hansı hissəsində istifadə olunur? Təbii ki, hazırlayıcı hissəsində. 2 aid oldu B. 3. Əsas hissə. Əsas hissəyə hansı aiddir? A-dır burada. Çox vaxtımızı almasın. İdman oyun növlərinin elementlərindən ibarət estafetləri təşkil etmək. Bəli, idman oyun növlərinin elementlərindən ibarət estafetləri biz dərsin hansı hissəsində istifadə edirik? Əsas hissədə, yəni hərəkət qabiliyyətinin inkişafına yönəlmiş oyunlar və estafetlər təşkil olunur dərsin əsas hissəsində. 3-ə də aid oldu A variantı və son olaraq 4. 4-ə də elə aid oldu hansı? D variantı. Müəllimin müşahidələri əsasında müəyyən etdiyi şagirdlərə fərdi ev tapşırığı verir. Bilirik ki, tamamlayıcı hissədə müəllim nə edir? Şagirdlərin orqanizm bərpasına çalışır, yəni bərpacı və relaksiyacı hərəkətlərin icrasını təşkil edir, qiymətləndirmə nəticələrini elan edir və ev tapşırığı verir. Burada da ev tapşırığı qeyd olunur. Demək ki, cavab götürürük D. Baxaq, bunlarda cavablarımızda hansılardır? 1C, 2B, 3A, 4D. Doğru cavab oldu bizim üçün hansı? D variantı. 10. 3-3 basketbol idman oyununa aid qeyd olunan fikirlərdən hansılar doğru deyil? Doğru olmayanı soruşur bizdən. Doğru olan yox, doğru olmayanı. Uğurlu atışdan sonra top ölü sayılır. Bizə doğru olmayanı soruşur. Uğurlu atışdan sonra top ölü sayılırmı? 3-3 basketbolda xeyr. Uğurlu atışdan sonra top canlı sayılır. Deməli bunu götürməliyik. Səhvdir. Bizə də doğru olmayanı soruşur. 2. Oyunda top ölü olduğu halda hakimin icazəsi olmadan əvəz etmə həyata keçirilə bilər. Bəli, bu doğrudur, amma götürmürük doğru olduğuna görə. 3. Cərimə atış zamanı oyunçu atış xəttini tapdalaya bilməz. Bəli, tapdalaya bilməz. Doğrudur, amma bizdən doğru olmayanı soruşur. Diskvalifikasiya edici foulda cərimə atışını yerinə yetirən oyuncudan başqa bütün oyuncular 6,75 metrlik xətt halində olmalıdır. Bəli, doğrudur, amma götürmürük. Ümumiyyətlə, istər basketbol olsun, istər 3-3 basketbol, diskvalifikasiya edici foullarda 2 cərimə atış verilir. Cərimə atışlarından sonra topa yelənmə haqqı verilir. Ona görə də cərimə atışı zamanı belədir ki, bəzi foullarda ümumiyyətlə var ki, qayda pozuntular zamanı ikinci cərimə atışıdır və ya da ki, fərqi yoxdur. Sonuncu cərimə atışı deyək də. Sonuncu cərimə atışından sonra top uğrunda hər iki komanda mübarizə apara bilir. Amma texniki fouldu, qeyri-idman fouldu, diskvalifikasiya edici foullarda atışdan sonra, yəni sonuncu uğursuz atışdan sonra da top uğrunda mübarizə aparmaq olmur. Ona görə bütün oyuncular harda olur? 6,75 metrlik xətt xaricində. 2 cərimə atışını atacaq. Top da həmin komandada qalacaq. Həmin komandada 3-3 basketbolda hardan? Jackbolla. Yəni oyun jackbolla bərpa olunacaq. 5. Əsas vaxtın bərabər başa çatdığı halda müddətsiz overtime-dan əvvəl verilən fasilədə texniki foul edilərsə, foul müddətsiz overtime-a keçmir. Yəni bilirik ki, əsas vaxt bərabər qutaranda 1 dəqiqəlik fasilə verilir, sonra oyun müddətsiz overtime-a keçir. O 1 dəqiqəlik fasilə əsnasında texniki foul edilirsə deyir, overtime, müddətsiz overtime keçmir. Keçir. Texniki fouldu, qeyri-idman fouldu, diskvalifikasiya edici foullar edilirsə, bunlar müddətsiz overtime keçir. Amma burada deyir ki, keçmir. Deməli, səhvdir bu. Cavab oldu burada 1-5.
1, 5. Y variantı. 11. Müəllim bu hərəkət qabiliyyətinin inkişafı zamanı aşağıdakı qaydalara əməl edir. Hərəkətlərin kifayət qədər davamlı vaxt ərzində yerinə yetirilməsi, hər dəfə 3-4 qrup əzələnin işlənməsi, hərəkətlərin təkrar icra sayının əzələnin kifayət qədər yorulması üçün yetərli olması, müəllim bu qaydaları nəzərə alaraq şagirdlərdə hansı hərəkət qabiliyyətini inkişaf etdirmək istəyir? Çox müəllim, elə mənim müdavimlərimdən də olub, hərəkətləri kifayət qədər davamlı vaxt ərzində yerinə yetirilməsi sözünü görən kimi götürüb tez dözümlü yazıblar. Burada nə deyir sonra? Hər dəfə 3-4 qrup əzələnin işlənməsi, sonra əzələnin kifayət qədər yorulması üçün yetərli olması, onsuz da əzələnin yorulması üçün də biz hərəkəti davamlı uzun müddət yerinə yetirməli deyirikmi? Burada cavab dözümlü yox, qüvvədir. İmtinaya qədər metodu da bu. Kifayət qədər yorulması üçün. Əzələnin yorulması varsa, təbii ki, söhbət nədən gedir burada? Qüvvədən gedir. Cavab burada dözümlü yox, qüvvə qabiliyyətidir. Yəni çalışın ki, tam oxuyun, sonra cavab verin. Gəldik, burada uyğunluğu yox, uyğunsuzluğu soruşur bizdən. Cədvələ əsasən uyğunsuzluğu. Həmbola aid mülahizələr verilib, doğru, yanlış. Əgərsə uyğunluq olsaydı, doğrunun altından doğru, yanlışın altından yanlışı seçməliydik. Uyğunsuzluqda necədir? Uyğunsuzluqda odur ki, doğrunun altından yanlışı seçməliyik. Yanlışın altından doğrunu seçməliyik. Baxaq, həndbolda başlanğıc atışı zamanı hakimi fitnindən sonra oyunçu topu çiləyə bilməz. Bəli, bilirik ki, həndbolda başlanğıc atışı zamanı hakim fitnindən sonra oyunçu topu çiləyə bilməz. Amma burada nə deyir? Bilər deyir. Hakim fitveydə topu çiləmək olmaz. Hakim fitnindən əvvəl çiləmək olur, amma sonra yox. Deməli, bunu götürməliyik. Doğrunun altından səhvdir bu. Çiləyə bilər deyil, çiləyə bilməz. Doğrudur, amma səhvdir, daha doğrusu doğrunun altında da ona görə. Həndbolda rəsmi şəxslərə yalnız bir dəfə zaman cəzası verilir. Bəli. Doğrudur, amma bizdən nəyi soruşur? Uyğunsuzluğu soruşur. Ona görə götürmürük. Uyğunluğu soruşsaydı 2-ni götürməliydik. Həndbolda cərimə atış zamanı qapıcı qaydanı pozur, qol olmursa atış təkrarlanır. Bəli, doğrudur bu. Belə cavabımız da bu olacaq. Niyə görə bunu götürməliyik? Çünki yanlışın altından doğrunu götürməliyik. Uyğunsuzluğu soruşur bizdən. Uyğunluğu soruşsaydı bunu götürə bilməzdik. Bilirik ki, həndbolda cərimə atış zamanı əgərsə fərqi yoxdur. Müdafiə olunan komanda qaydanı pozur. Qol olursa qol sayılır. Qol olmursa atış təkrarlanır. Buradan da bizdə onu soruşur. Və doğrudur. 4. Həndbolda oyunçuya verilən zaman cəzası növbəti hissəyə keçmir. Keçir. Növbəti hissəyə bəli keçir. Bu nədir? Səhvdir. Burada deyir keçmir. Amma bilirik ki keçir. Bu yanlışın altında yanlış olduğuna görə götürmürük. Bizdə uyğunsuzluğu soruşur. Uyğunsuzluğu soruşduğuna görə doğrunun altından yanlışı, yanlışın altından da doğrunu seçirik. Cavabımız olur 1, 3. A variantı. 13. Müəllim dərsin məqsədinə uyğun olaraq bu hərəkət qabiliyyətinin əhəmiyyəti haqqında məlumat verir. Bu qabiliyyətin yüksək olması yeni hərəkəti asan mənimsəməyə, psixi proseslərin yaddaş, təfəkkür, təsəvvür, hərəkətin və şəraitin qavranılmasına, hərəkətin icra texnikasını təsəvvür etmək, idman oyun növlərində texniki taktiki fəaliyyəti həyata keçirməyə imkan verir. Müəllim şagirdlərdə hansı hərəkət qabiliyyəti haqqında məlumat verir? Təbii ki, artıq yeni hərəkəti tez asan mənimsəmək varsa elə həmin sözdən anlata bilir ki, söhbət nədən gedir. Çeviklikdən. Çeviklik necə idi? Yeni hərəkəti tez asan mənimsəmək, hərəkəti şuurlu icra etmək və hərəkət fəaliyyətini həmin şəraitə uyğun qurma qabiliyyəti deyilmi? Təbii ki, şuurlu icra var. Birbaşa mərkəzi sinir sistemi ilə bilirik ki, əlaqəlidir çeviklik qabiliyyəti. Ona görə artıq bu mülahizələrlə bilirik ki, söhbət nədən gedir? Çeviklikdən gedir. A variantı. Quba və Gəncə komandaları arasında keçirilən voleybol oyununda Gəncə komandasının oyuncusu rəqibin servisi zamanı tordan yuxarıda olan topa ön zonadan hücum vuruşu edir. Bu vəziyyətdə hakimin qərarı necə olmalıdır? Qısa izah edirəm variantlara baxmadan, ümumiyyətlə yadınızda saxlayın ki, servislər zamanı ön zona oyunçuları rəqibin servisi zamanı tordan yuxarıda olan topa hücum vuruşu edə bilməzlər. Ön zona oyunçuları tordan yuxarıda olan topa hücum vuruşu edə bilməz.
Bu halda etsələr nə olur? Rəqibə bir xal servis keçir rəqibə. Baxırıq, kim edir bunu? Gəncə komandasının oyunçusu rəqibin servis zamanı. Gəncə komandasının oyunçusu edibsə, Quba komandasına bir xal və servis haqqı. Cavab B. Psixi tərbiyə dərsində müəllim öz bədən çəkisinə uyğun yüklə yerinə yetirilən hərəkətlər zamanı imtinaya qədər metodundan istifadə edir. Müəllim şagirdlərdə hansı rəqabətli inkişaf etdirmək istəyir? Çətin səviyyəsinə görə asan sual hesab olunur bu əslində. Yəni orta səviyyəli sualdır. Öz bədənin çəkisinə uyğun yüklə icra olunan hərəkətlər onsuz da bilirik qüvvə ilə və həmin hərəkətlər də imtinaya qədər metodundan istifadə olaraq yerinə yetirilir. İmtinaya qədər metodda bilirik ki, qüvvə qabiliyyətinin inkişafı üçün əsas metoddur. Təbii ki, cavab nədir burada? Qüvvə qabiliyyətidir. 16. Şəki və Lənkəran komandaları arasında keçirilən basketbol oyununda Şəki komandasının oyunçusu Lənkəran komandasının oyunçusunu narahat edir və ona sataşır. Bu situasiyada hakimin qərarı nə olmalıdır? Bilirik ki, faul nədir? İdmandan kənar fiziki təmas. Qaydalar çərçivəsində olmayan fiziki təmas. Amma bir dənə texniki faulda bilirik ki, təmas olmur. Qayda pozuntusu zamanı təmas yoxdur. Hakimə etiraz etmək, rəqibi əsəbləşdirəcək hər hansı bir hərəkətə yol vermək, hətta tamaşaçıları əsəbləşdirəcək hər hansı bir hərəkətə yol vermək, rəqibin görməsinə mane olmaq, ona sataşmaq və s. Belə hallar nədir? Texniki fauldur. Nə? Texniki faul. Bu halda da nə etməlidir? Texniki faul qeydə alınmalıdır hakim. Baxırıq kim etdi? Şəki komandasının oyunçusu Lənkəran komandasının oyunçusunu narahat edir. Şəki komandasının oyunçusuna texniki faul. Şəki komandasının oyunçusu üçün texniki faul qeydə alınır. Cavab D variantı. Burada isə bizdən soruşur uyğunluğu. Nə? Uyğunluğu soruşur. Cədvələ uyğun, cədvələ əsasən uyğunluğu müəyyən edir. Burada bizim üçün verilib psixi tərbiyyənin formaları. Bilirik ki, psixi tərbiyyənin 3 forması var. Psixi tərbiyə, dərsdən kənar psixi tərbiyə, bir də xüsusi qruplarda psixi tərbiyə. Baxaq. Bunları bildik. Verilib burada şagird sağlamlığının möhkəmləndirilməsi, psixi hazırlığının artırılması, hərəkət qabiliyyətinin inkişafı, fəal istirahətin təşkili. Bu hansına aid olur? Təbii ki, elə fəal istirahətin təşkili sözü ilə də yadınızda saxlaya bilərsiniz ki, söhbət nədən gedir burada? Dərsdən kənar psixi tərbiyədən gedir. 3-ə aid olduğu A variantı. Fiziki potensialına inam hissinin möhkəmləndirilməsi zəruri hərəkət qabiliyyətlərinin planlı inkişaf etdirilməsidir. Bu hansına aid olacaq? Təbii ki, xüsusi qruplarda. Bilirik ki, tam orta təhsil səviyyəsinin əsas məqsədidir. Xüsusi qruplar üçün. Ümumiyyətlə, xüsusi qruplarda nəzərdə tutulub tam ortada nə? Psixi potensialına inam hissinin möhkəmləndirilməsi və zəruri hərəkət qabiliyyətlərinin planlı inkişafı. Deməli, 2-yə də aid olduğu B. Hərəkət qabiliyyətlərinin planlı inkişafı, hərəkət mədəniyyətinin formalaşdırılması. Bu bilirik ki, psixi tərbiyəyə aiddir və hansı məzmun xəttidir? 3-cü məzmun xətti ümumi orta təhsil səviyyəsinə aiddir. 1-ə də aid olduğu C. 1C, 2B, A. 1C, 2B, 3A. Cavab olur B variantı. Oxuduq da. 18. Əbdül müəllim əlgənlik dərsi zamanı aşağıdakı hərəkətlərdən istifadə edir. Oturuşda qolları irəli vəziyyətdə yoldaşı kürəklərindən irəliyə basaraq saxlayır. Alt on. Yəni kürəklərindən sıxıb saxlayır. Bu nədir? Oturuşda qiymətləndirmə hərəkətimiz yoxdur. Şagird yoldaşı onun kürəyindən sıxıb saxlayır. Sonra üz-üzə oturmaqla ayaqlar aralı pəncə dabana istinad etməklə bir-birinin əllərindən tutur və yoldaşının irəliyə dartıb saxlayır. 6-10 saniyə saxlayır. Şagirdlər hansı vasitəyə aid olan hərəkətləri? Bilirik ki, psixi tərbiyədə, yəni əlgənliyin inkişafı üçün istifadə olan vasitələr 3 qrupa bölünür. Dinamik, statik, qarışıq. Dinamik, statikdə bilirik ki, həm fəal olur, həm qeyri-fəal. Yəni dinamik fəal, dinamik qeyri-fəal. Statik fəal, statik qeyri-fəal. Bir də var qarışıq. Qarışıq nə deməkdir? Yəni, hərəkəti icra edərkən həm dinamik hərəkətlərdən, həm də statik hərəkətlərdən istifadə edirik. Dinamik fəal nədir? Özü sərbəst olaraq bədəni və oynaqları ilə müxtəlif yaylı, fırlanma, yelləmə hərəkətlərini yerinə yetirir. Özü yerinə yetirir. Dinamik hərəkətləri. Dinamik qeyri-fəalda nədir? Şagird sərbəst olaraq ətraf mühitdən, öz ağırlığından və dartma hərəkətlərindən maksimal istifadə edir. Bu dinamik qeyri-fəaldır. Statik fəal necə oldu? Şagird sərbəst olaraq bədəni və ya oynaqlarının lazım olan hissəsini maksimal amplitudun son vəziyyətində 6-10 saniyə müddətində saxlayır. Statik fəalda özü saxlayır.
Bədən hər hansı bir vəziyyətdə saxlayır özü, heç kimdən kömək almadan. Amma statik qeyri-fəalda nə var? Kənar dartma, yəni kənardan ona kömək etməklə bədənin və ya oynaqların lazım olan hissəsini maksimal amplitudanın son vəziyyətində 6-10 saniyə müddətdə saxlayır. Burada da fikir versək, görərik ki, kömək var. Kimsə kömək edir, həmin vəziyyətdə onu saxlayır. Kömək 6-10 saniyə varsa onsuz da bilirik ki, söhbət statikdən gedir. Elə deyilmi? Bunu bildik ki, dərhal statikdir. Saxlamaq var onsuz da. Görürsünüz? Saxlamaq. Saxlamaq və saniyə varsa statikdir. İndi müəyyən etməliyik ki, bu fəaldır yoxsa qeyri-fəal? Oturuşda qolları irəli vəziyyətdə yoldaşı kürəklərindən irəliyə basır. Yoldaş var. Kömək var. Kömək varsa hansıdır? Qeyri-fəal. Ona görə deməli şagirdlərin istifadə etdiyi hərəkətlər hansı vasitəyə aid olur? Statik, qeyri-fəal hərəkətlər. Cavabımız olacaq D variantı. Yəni buna uyğun müxtəlif formada suallar düşə bilər bizim üçün. Əlif müəllim sürət tədris vaidi üzrə dərsi tədris edərkən şagirdlərdə aşağı start texnikasını təkmilləşdirmək istəyir. Müəllim şagirdin fəaliyyətini belə nəzarət edir. Bu tipdə miqdə də bizim üçün acil neçə suallar düşür. 1. Arxadakı qıçın sürətli ani təkanı və əllərin dayaqdan eyni vaxtda götürülməsi. İlk olaraq onu qeyd edim ki, aşağı start texnikası təkmilləşdirmək istəyirsə söhbət komandalardan gedir. Bilirik ki, aşağı start zamanı 3 komandadan istifadə olunur. Startda diqqət, marş. Bunlardan birini soruşur bizdə. İləridəki qıçın davamlı, güclü təkanı, qıçın oynaqlardan tam açılması. 3. Arxa qəlibdən götürülən ayağın qaçır səthinə yaxından irəliyə aparılması. Qolların kəskin xolaylandırma hərəkəti üçün dirsəkdən bükülməsi. Müəllim şagirdlərdə hansı komandanı təkmilləşdirmək istəyir? Rahatdır bunu müəyyən etmək. Arxadakı qıçın sürətli ani təkanı. Artıq burada ayaq dayaqdan götürülür. Ayaq dayaqdan götürülübsə deməli nə zaman bu baş verə bilər? Marş komandasında. Və ya irəlidəki qıçın davamlı güclü təkanı, qıçın oynaqlardan tam açılması. Bu da təbii ki marş komandası. Arxa qəlibdən götürülən. Artıq götürüldü, ayaq götürüldü. Ayaq götürülürsə hansı komanda ilə? Marş komandası ilə. Qolların kəskin xolaylandırma. Qollar nə zaman hərəkət edir? Artıq marş komandasından sonra. Ona görə cavabımız nə olacaq burada? Təbii ki marş komandası. 20. Badmintonda hansı hallarda rəqibə bir hal və servis haqqı keçir? Halda verilir servis haqqıdır. Baxaq. Oyun zamanı valan parçalanarsa, xeyr, valan parçalanırsa servis təkrarlanır. Bu səhvdir, götürmürük. 2. Valan oyunçunun geyiminə toxunarsa, bəli, oyunçunun geyiminə toxunursa rəqibə bir hal servis keçir rəqibə. 3. Servis zamanı valan torda ilişib qalırsa, bəli, servis zamanı ilişib qalırsa rəqibə bir hal servis keçir rəqibə. Lakin servisi qarşılayan vurur. Torda ilişib qalırsa, sitkaya ilişib qalırsa bu halda nə olur? Servis təkrarlanır. Burada da rəqibə bir hal. Və servis, rəqib hazır olmamış servis yerinə yetirilərsə, servis təkrarlanır. Götürmürük. Tullanaraq servis yerinə yetirilərsə olmaz. Servislər zamanı hər iki ayaq yerə təmas etməlidir. Deməli, aid oldu 2, 3, 5. Cavabımız A variantı. Fiziki tərbiyə dərsində müəllim sürət və istiqaməti dəyişməklə, süni və təbii maneələri keçməklə qaçışdan istifadə edir. Müəllim şagirdlərdə hansı hərəkət qabiliyyəti inkişaf etdirmək istəyir? Burada cavabımız çeviklikdir. Amma bir şey fikir verin. Sürət və istiqaməti dəyişməklə sözü olmasaydı, əgər desəydi ki, süni və təbii maneələri dəf etməklə qaçış, hansı hərəkət qabiliyyəti inkişaf etdirir, o zaman dözümlülük götürərdik. Lakin sürət və istiqaməti dəyişməklə varsa, cavab olaraq nə götürürük? Çeviklik. Cavabımız çeviklikdir. 22. Ürək xəstəliklərindən qorunmaq və xüsusilə damar sərtləşməsini önləmək baxımından əhəmiyyətlidir. Arterial damarların divarlarını gücləndirir və qan dövranına müsbət təsir göstərir. Güclü antioksidantdır. Verilən məlumatlara hansı vitaminə aid olduğunu müəyyən edin. Həm də bu vitamin haqqında onu qeyd edim ki, hüceyrə yeniləyəcək funksiyaya malikdir və nə edir? Vaxtına əvvəl yaşlanmanın, yəni qocalmanın qarşısını alır. Niyə görə biz deyirik? Çünki Y vitamini hüceyrələr arasında yığılan oksidləşmə məhsullarının orada yığılmasının qarşısını alır. Hüceyrələr arasında oksidləşmə məhsullarının yığılması hüceyrələrin məhvinə səbəb olur. Ona görə deyirik. Burada söhbət ümumən nədən gedir? Y vitamindən gedir. Bilirik ki, güclü antioksidant C vitaminidir, bir də Y vitaminidir.
23. Fiziki tərbiyə prosesində icra bacarıqları tədris materiallarının mənimsənilməsinin göstəricisidir. Nöqtələrin yerinə lazım olan sözü yazmalıyıq. Hər hansı tədris vahidi üzrə ayrılmış dərslərin hər birində icra olunan hərəkətlər sonda müvafiq hərəkət qabiliyyətdə dəyişiklik göstəricisinə keçir. Deməli, burada cavabımız hansıdır? Kəmiyyət və keyfiyyətdir. Digər cavabları oxumuram. Kəmiyyət. Fiziki tərbiyə prosesində icra bacarıqları tədris materialları mənimsənilməsində nədir? Kəmiyyət göstəricisi gedir. Nə? Kəmiyyət göstəricisi. Lakin hər iki qabiliyyətləri keçəndə isə sonda nəyə keçir? Keyfiyyət göstəricisine keçir. Ona görə cavabımız hansı olur? C variantıdır. Azər müəllim qüvvə tədris vahidi üzrə keçdiyi dərsdə dərsi məqsədə uyğun olaraq qüvvə hərəkətləri daxil edilmiş oyunlar və estafetlər təşkil edir. Dərs prosesində şagirdlərin fəaliyyətini izləyir. Asifin hərəki fəaliyyəti qənaətbəxş olsa da çətin şəraitdə inamsızlıq nümayiş etdiyini görür. Bu sahədə əsasən qiymətləndirmə səviyyəsini müəyyən edin. Hər iki fəaliyyəti görür ki, qənaətbəxşdir, amma nə edir? Çətin şəraitdə inamsızlıq nümayiş etdirir. İnamsızlıq nümayiş etdirirsə, bu zaman olur bizim üçün nə? Səviyyə 2, qiymət 3. Cavab D. Yəni səviyyəyə uyğun hər bir məzmun xətti bilirik ki, məzmun xəttlərinə əsasən 4 səviyyə əsasında qiymətləndirmə aparırıq. Hər bir səviyyə üçün də bizim meyarımız var. Həmin meyarlar əsasında aparılır. 4-cü məzmun xəttinə uyğun verilir bu. 4-cü məzmun xəttində meyarı bilin ki, davranış deməlilər. Və ikinci məzmun xətti, 4-cü məzmun xətti həm də yadınıza saxlayın ki, formativ qiymətləndirmə həmin məzmun xəttləri əsasında aparılır. Yəni icra bacarığına görə, davranışına görə. 25. Müəllim əyilgənlik qabiliyyəti üzrə dərsi tədris edərkən şagirdlərə sual verir. Ömər cavab verir. Yorulmanın təsiri ilə əzələlərin dağıtılması müqaviməti azaldığına görə qeyri-fəal əyilmə artır. Bəli, doğrudur da. Bilirik ki, əzələnin öz müqaviməti olur. Əzələ yorulanda müqavimət gücü azalır. Yəni fikirləşin ki, məsələn mən əyilgənlik hərəkətini yerinə yetirəm, oturuşda dizləri bükmədən bədəni irəliləyimə hərəkətini yerinə yetirəm. Kimsə mənə köməklik göstərirsə, özümdən asılı olmayaraq əzələ müqavimət göstərir. Xarici təsirə əzələ müqavimət göstərir. Amma yorulma baş verəndə nə olur? O müqavimət gücü azalır. Ona görə deyirik ki, yorulma fəal əyilgənliyə mənfi, çünki öz gücümlə yerinə yetirirəm də orada. Əzələ gücü azalır və əyilgənliyi hərəkətlərini zəif yerinə yetirirəm. Qeyri-fəalın nədir? Qeyri-fəalı artırır. Çünki onsuz da əlavə kömək var. Yorulma fəala mənfi, qeyri-fəalın işini isə yaxşılaşdırır. Real. Əyilgənliyin kifayət qədər olmaması hərəkət koordinasiyasını çətinləşdirir, bədənin yerdəşmə sərbəstliyini azaldır. Bəli, doğrudur. Mələk, qıçların geniş amplitudalı yeləndirilməsi hərəkəti statik fəal hərəkətlərə daxildir. Təbii ki, necə statik ola bilər ki? Geniş amplitudalı yeləndirmə hərəkətləri dinamik hərəkətlərdir. Təbii ki, səhvdir. Saxlamaq olsaydı statik ola bilərdi. Nicat, xüsusi əyilmə dayaq hərəkət aparatının nisbətən iri oynaqlarında hərəkətin maksimal amplitudası ilə müəyyənləşdirilir. Xeyr, səhvdir. Bu aiddir bu tərif ümumi əyilməyə. Xüsusi əyilmədə ayrı-ayrı oynaqlarda götürülür. Nə? Ayrı-ayrı oynaqlarda. Deməli, burada iki nəfərin fikri doğrudur. Ömər və Real. Ömər və Real. Cavab hansıdır? A variantıdır. Baxa görüm. Çox uzunsa kəsək. Davam edək ilə hamısı haqqında məlumat verək ilə yerləşdirim sizlər üçün. 26. Voleybol idman oyununa aid qeyd olunan mülahizələrdən hansı doğrudur? Doğru olanı soruşur. Blokçu rəqibi hücum vuruşundan sonra rəqibin oyun boşluğundakı topa toxunuş edə bilər. Necə oldu? Blokçu rəqibin hücum vuruşundan sonra rəqib oyun boşluğundakı topa toxunuş edə bilər. Doğru cavabımız elə budur. Gəlin digər variantlarda baxaq, təhlil edək. Bunun izahı necədir? Yadınıza saxlayın ki, rəqib zonasında olan topa biz nə zaman vuruş edə bilərik? Əgər rəqib hücum vuruşu edibsə və top hələ rəqib tərəfdədirsə, biz ona toxunuş edə bilərik. Lakin rəqib hələ hücum vuruşu etməyibsə, top rəqib tərəfdədirsə, biz ona toxunuş edə bilmərik. Yəni vuruş edə bilmərik. Yadınızda saxlayın bu qaydanı. Servizlər zamanı servis yerinə yetirən oyunçu servis zonası xaricindəki
zəminə təmas edə bilər. Edə bilməz. Nə servis bölgəsi xaricindəki zəminə, nə meydançaya təmas edə bilməz. Top əldən çıxandan sonra təmas edə bilər. Səhvdir bu. Arxa zona oyunçusu torun üstkenar səviyyəsindən yuxarıda olan topa hücum vuruşu edərkən hücum xəttini təmas edə bilər. Hücum xətti hansı xəttdir? 3 metrlik xətt. Arxa zona oyunçuları bilirik ki, arxa zonada tordan yuxarıda olan topa hücum vuruşu edə bilər. Amma bu zaman hücum xəttini tapdalamamalıdır. Top əldən çıxandan sonra tapdalaya bilər və ya ön zonaya keçə bilər. Bu da səhvdir. Deyir təmas edə bilər, edə bilməz. D. Oyuncu setdən kənarlaşdırılarsa komanda azada oyunu davam etdirir. Xeyr, setdən və ya oyundan qovulan oyunçunun yerinə ehtiyat oyunculardan biri varsa meydana daxil ola bilir. Bu da səhvdir. Əvəz etmə zamanı libero yalnız 6 nömrəli zonaya daxil ola bilər. Xeyr, 6-ya da qayıda bilər, 5-ə də qayıda bilər, hətta servis rəqibdədirsə, servis haqqı rəqibdədirsə 1-ə də keçə bilir. Və servis, daha doğrusu libero meydanı tərk edibsə, ən azı bir rali keçməlidir. Arxa zonada meydanı tərk etməlidir. Qaydanda da arxa zonada meydana qayıda bilir. Dediyim kimi 1, 6, 5. 1-ə hər zaman gələ bilmir. 1-ə nə zaman gələ bilir? Servis rəqibdədirsə. Servis haqqı bizdədirsə 1 nömrəli zonaya gələ bilmir. Cavab A variantı oldu burada. Rahib müəllim 9-cu siniflərdə əyilgənlik tədris vaidi üzrə oturuşda dizləri bükmədən bədəni irəli əymə, İmtahan müəllim isə 6-cı sinifdə sürət güc tədris vaidi üzrə yerindən uzunluğa tullanma normativini qəbul edir. Bu qiymətləndirmə zamanı müəllimlər hansı qiymətləndirmə vasitəsindən istifadə etməlidirlər? Söhbət burada nədən gedir? Hər iki alətlərdən gedir. Hər iki alətlərdə bilirik ki, qiymətləndirmə üsulumuz, qiymətləndirmə vasitələrimiz var da. Qiymətləndirmə vasitəmiz nələrdir? Qiymətləndirmə vasitəmizə aid normativlər, santimetr, metr, dəqiqə, dəfə və hər bir hər iki alət üçün uyğun olanı götürürük. Aydındır. Üsulumuzsa nədir? Ölçmədir. Ölçmədir. Bəli. Bizdən də soruşur burada vasitəni. Burada cavab olacaq santimetr. Yəni oturuşda dizləri bükmədən bədəni irəli əymə hərəkəti zamanı pəncədən əlinə qədər neçə santimetr irəli çıxırsa onu ölçürük də. Yerindən uzunluğa tullanmada da neçə santimetr tullanırsa ona uyğun olaraq yazırıq. Deməli olacaq burada santimetr. Dəfə turnik üçündür. Daha doğrusu qüvvə üçün istifadə edirik. Məsələn turnikdə 5 dəfə dartındır və s. Dəqiqə də ki istifadə edə bilərik. Məsələn dözümlükdə 6 dəqiqəlik qaçış var və ya da ki hər hansı bir orta məsafəli qaçışda istifadə edirik bunu. Müqayisə də ki bilirik ki digər məzmun xəttinə aiddir. Ölçmə də ki qiymətləndirmə üsuludur. İdmançılarımız sonuncu olimpiya oyunlarında güləş idman növü üzrə neçə medal qazanmışdır? Bilirik ki sonuncu olimpiya oyunlarında 7 medalımız var. 2 qızıl, 2 gümüş və 3 bürünc. Cavab burada neçədir? 3 bürünc. Yəni B variantı. 3 idmançımız güləşdə bürünc medal qazanmışdır. Sizə tövsiyəm odur ki, sonuncu olimpiya oyunlarını mükəmməl bilin. Hansı növdə, hansı idmançı medal qazanıbsa, hər birini bilin. Çünki daha çox onlara uyğun suallar düşəcək. 29. Müəllim sürət hərəkət qabiliyyəti üzrə dərsi tədris edərkən aşağıdakı hərəkətlərdən istifadə edir. Vaxt vaidi ərzində qaçışlar, divarda 15-20 sm aralıqda duraraq vaxt vaidi ərzində bir nöqtəyə ayaqların ucu ilə toxunmaq. Müəllim şagirdlərdə sürət hərəkət qabiliyyətinin hansı tərkib komponentini inkişaf etdirmək istəyir? Təbii ki, vaxt vaidi ərzində qaçışlardır və digər hərəkətdir. İstifadə olunur tək hərəkətin icra tezliyi. Əlavə olaraq nişanlanmış sahələrdə hər bir nişana toxunmalar, qaçış hərəkətindən istifadə edirik, əllərlə dayaq yerində qaçır və digər. Cavabımız olacaq tək hərəkətin icra tezliyi. 30. Fiziki tərbiyə dərsində müəllim kişi idman gimnastikasında olan alətlər haqqında məlumat verir. Bu alətdə sallanmalar, dayaqlar, qalxmalar, yellənmələr, dönmə hərəkətləri icra olunur və şagirdlərdə koordinasiya, əzələ qüvvəsi, əyilgənlik, emosional dayanıqlıq, qamətin formalaşmasının inkişafı üçün böyük imkanlar yaradır. Alətin hündürlüyü 2,8 metr, eni 2,4 metrdir. Müəllim şagirdlərdə hansı idman aləti haqqında məlumat verir? Yəqin ki, sizin üçün rahat suallardan biridir. Digər bayaqki oxuduğum sual da uzun olsa da o da yəni bilirsiniz ki, tək hərəkət üçün istifadə etdiyimiz hərəkətlərdir. Yəqin ki, o suala da rahat cavab vermişsiniz. Bu sual deyilən. Təbii ki, söhbət nədən gedir? Turnikdən gedir. Bu hərəkətlər, sallanma, dayaqlar, qalxmalar, dönmə hərəkətlər hansı alətdə yerinə yetirilir? Turnik. Turnikin də ölçüsü də verilir. Bilirik hündürlüyü 2,8-dir, eni də 2,4-dür. Tutacağın da diametri 2,8-dir.
Cavab olacaq turnik. Yəni bütün suallar çətin deyil. Futbolda 11 metrli cərimə zərbəsi zamanı zərbədən əvvəl hücum edən komandanın oyunçusu cərimə meydançasına daxil olur, lakin oyundan müdaxilə etmir. Belə bir vəziyyətdə hakimin qərarı necə olmalıdır? Variantlara baxmadan qısa izah verim, cavabı deyəcəm birbaşa elə. Ümumiyyətlə, hal-hazırda futbolda necədir? Əvvəl bir mənalı belədir ki, 11 metrli cərimə zərbəsi zamanı cərimə meydançasına daxil olduğun qayda pozuntusudur. Müdaxilə etdin, etmədin. Amma indi necədir? Əgərsə 11 metrli cərimə zərbəsi zamanı oyunçu cərimə meydançasına daxil olub oyuna təsir etmirsə, yəni müdaxilə etmirsə, bu hal onun üçün qayda pozuntusu deyil. Ona görə deyirik ki, hər bir halda daxil olub müdaxilə etmirsə, istər hücum edən olsun, istər müdafiə edən olsun, istər hər iki komandanın oyunçusu eyni anda daxil olsun, oyuna müdaxilə etmirsə, qol olsa qol sayılacaq, qol deyilsə, oyun qaldığı yerdən davam edir. Oyun qaldığı yerdən davam etməsi necədir? Qapçı topu tutubsa, qapçı oyuna daxil edəcək. Top qol olmayıb, qapı xəttini tərk edibsə, qapıdan zərbə təyin olunacaq. Əgərsə top, məsələn, qapı tirindən və ya qapıdan qayıdıbsa, oyunda sayılır. Aydındır? Yəni, qaldığı yerdən davam etməsi bu deməkdir. Cavabımıza baxaq, hansı olacaq? Qol olsa sayılır, qol olmazsa oyun qaldığı yerdən davam edir. Cavab B variantıdır. Müdaxilə varsa bilin ki, qayda pozuntusudur. Müdaxilə yoxsa qol olanda sayılır, qol olmazsa oyun qaldığı yerdən davam edir. Gəldik 32-yə. Müşfiq müəllim dözümlülük hərəkət qabiliyyətini tədris edərkən şagirdlərdə bu hərəkət qabiliyyəti inkişafını müəyyən etmək üçün aşağıdakı göstəricilərdən istifadə edir. Müəyyən vaxt ərzində daha çox məsafə qət etmək, müəyyən qüvvə hərəkətlərini az vaxt ərzində icra etmək, müəyyən vaxt ərzində daha çox sayda qüvvə hərəkətlərini icra etmək, təyin edilmiş sürəti saxlamaqla daha çox məsafə qət etmək. Müəllim hərəkət qabiliyyətinin inkişafını müəyyən etmək üçün hansı göstəricilərdən istifadə etdi? Dözümlüydür. Bilirik ki, müəllimlər, dözümlülük inkişafı üçün iki göstərici ilə dözümlülük inkişafı müəyyənləşdirilir. Daxili, xarici. Bunlar da xarici göstəricilərdir. Mən bəzən izah edərkən belə qeyd edirəm ki, xarici göstəriciləri xüsusi dözümlülüyə görə müəyyən edilir. Xüsusi dözümlülük növlərinə görə, sürət dözümlülüyü, sürət güc, qüvvə dözümlülüyü və s. Məsələn, nə deməkdir bu? Qısa vaxt ərzində daha çox qüvvə hərəkətini yerinə yetirmək. Bu xarici göstəricidir. Məsələn, deyək ki, kəndir dırmanmadır. Daha tez kəndirə dırmanma və ya qısa vaxtda daha çox məsafə qət etmək. Bunlar xarici göstəricilərdir. Daxili orqanizmlə bağlı olanlar daxili göstəricilərdir. Məsələn, nəbz üzvlərini görə müəyyən etmək. Yəni, ürək damarı, tennis aparsın və s. Bunlarla əlaqəli olanlar aid olur daxili göstəricilərə. Bunlar da bizim üçün hansılardır? Xarici göstəricilərdir. Yəni, xarici göstəricilərlə müəyyən etmək olur ki, dözümlülük şagirdə hansı səviyyədədir? Cavabımız olacaq burada xarici göstəricilər. Yəqin ki, bu sualdan sonra Müşfiq müəllim də bunu tətbiq edəcək. Əminəm. 33. Uyğunluğu müəyyən edin. Məşq prosesinin səmərəliliyini aydınlaşdırmağa şərait yaradır. Məşq yükünün bütün komponentlərini təxminini hesablayır. Yarış şəraitində taktiki bacarıq və vərdişlərin təkmilləşdirilməsində müstəsna rolu vardır. Yarış metodu, nəzarət metodu, dəyişkən metodudur. Burada metodlardandır sual. Baxa görüm hansına aiddir. İlk olaraq birə baxaq. Məşq prosesinin səmərəliliyini aydınlaşdırmağa şərait yaradır. Burada təbii ki, olacaq nəzarət metodu. Yəni, birə aid oldu A. Birə aid oldu hansı? A variantı. Ümumiyyətlə, nəyisə müəyyən edirsə, idmançı haqqında qənaətə gələ bilirsə, hərəkət qabiliyyətlərini, yəni fiziki qabiliyyətlərin inkişaf dinamikası haqqında məlumat əldə edə bilirsə və ya da ki, məşq prosesinin səmərəliliyini aydınlaşdırmağa şərait yaradırsa, bilin ki, söhbət nədən gedir? Nəzarət. Nəyisə müəyyən etmək, məlumat əldə etmək varsa, bilin ki, nəzarət metodundan söhbət gedir. Məşq yükünün bütün komponentləri təxmini hesablanır. Bu da aidi dəyişkən metoda. C aidi C variantı. C. Dəyişkən metodda bilirik ki, tempdir, ritmdir, sürətdir, daim dəyişdirilir. Ona görə, yəni məşqçi hər hansı bir qənaətə gələ bilmir. Bütün komponentlər təxmini hesablanır. Çünki eyni səviyyədə yerinə yetirilmir. Eyni tempdə hərəkətlər yerinə yetirilmir. Bu da aid olduğu dəyişkən metodu. Yarış şəraitində taktiki bacarıq və vərdişlərin təkmilləşdirilməsində müstəsna rol vardır. Təbii ki, yarış. Elə yarış sözü bəsdirsə. Deməli, 3-ə də aid oldu hansı? A variantı. Biz hansını tərif etmişdik? Məşq prosesinin C deyə burada. Niyə qarşıdırdıq bu? Məşq prosesi səmərəli aydınlaşdırmağa şərait yaradır. Bu nəzarətdir. Birə B deyə. A-nı yazmışım.
Nəzarət metodu B-dədir. Deməli oldu 1B. Baxaq yenə cavablara. Məşq komponentlərin təxmini hesablanan dəyişkənə aiddir. 2C, 3-dəki hansı oldu? Yarı şəraitində texniki bacarıq A. Doğrudur. Deməli 1B, 2C, 3A. 1B, 2C, 3A. A variantı cavabımız elə. Uyğunluğu müəyyən edin. Dinamik dözümlülük, statik dözümlülük. Çox müəllim bu suala səhv cavab verib. İzahını verəcəm, ondan sonra yəqin ki aydın olacaq. Bundan sonra səhv etməyəcəksiniz. İlk olaraq onu qeyd edim ki, dinamik, statik. Biz bunlar haqqında dözümlükdə məlumat veririk. Düzdürmü? Amma yadınızda saxlayın ki, dinamik dözümlülük, statik dözümlülük qüvvəyə aiddir. Dinamik dözümlülük, statik dözümlülük qüvvə hərəkətlərini yerinə yetirərkən istifadə edirik. Yəni dinamik hərəkətləri daha uzun müddət yerinə yetirmək, statik vəziyyətdə daha çox saxlamaq qüvvə dözümlülüyünə aiddir bunlar. Qüvvəyə aiddir bunlar. Qüvvə dözümlülüyünə aiddir, məlumat verəcəm. Və baxaq burada cavablarda digər variantlarda nə verilib? A-da verilib ki, əzələ gərginliyi uzun müddət eyni vəziyyətdə saxlamaq. Əzələ gərginliyini uzun müddət eyni vəziyyətdə saxlamaq hansına aiddir? Əzələ gərginliyi uzun müddət eyni vəziyyətdə saxlamaq dözümlüyə aiddir. Statik dözümlüyə. 2 aid oldu hansı? A variantı. Statik, baxın, tərifini vermişəm. Əzələ gərginliyi uzun müddət eyni vəziyyətdə saxlamaq. Bu bilək ki, statikə aiddir. İndi birazdan açıqlamasını verəcəm. Sonra, ağır əzələ hərəkətləri nisbətən sakit tempdə, lakin uzun müddət ərzində icra etmək. Ağır əzələ hərəkətini uzun müddət yerinə yetirmək aiddir nəyə? Deməli, 1 yazadı. Bunu 2-ni yazdım. 1-ə də aid oldu B. 1B, 2A. Sonra deyir ki, paralel qollarda dayaqda qolların bükülüb açılması hərəkətini çox təkrarla yerinə yetirmək, turnikdə sallanma, ştankı baş üzərində saxlamaq. Dinamik hərəkətlər bayaq qeyd etdiyim kimi qüvvə ilə bağlıdır. İstər əyirgənlikdə olsun, istər qüvvədə olsun, ümumiyyətlə dinamik nə deməkdir? Dinamik olmaq, icra etmək. Hərəkəti yerinə yetirirsənsə, icra edirsənsə bu dinamikdir. Qüvvə hərəkətlərində də, qüvvənin qabiliyyət inkişafında da biz həm dinamik hərəkətlərdən istifadə edirik, həm statik hərəkətlərdən. Məsələn, turnikdə dağıtma nədir? Dinamikdir. Paralel qollarda dayaqda irələmə, dayaqda qolların bükülüb açılması, dayaqda qolların uzanmış vəziyyətdə, dayaqda qolların bükülüb açılması, gövdənin bükülüb açılması, bunlar hamısı dinamik hərəkətlərdir. Bunları uzun müddət yerinə yetirmək də dinamik dözümlülükdür. Yəni bu hərəkətləri davamlı yerinə yetirmək üçün bizə nə lazımdır? Dözümlülük lazımdır. Bax, dinamik dözümlülükdür. Ona görə paralel qollarda dayaqda qolların bükülüb açılması, icra etmə var da. Necə əyirgənlikdə dedik? Əgər icra varsa, dinamik əyirgənlikdir, statik əyirgənlikdə isə hərəkətləri maksimal amplituda saxlamaq. Saxlamaq varsa statikdir. Burada da eyni mahiyyəti kəsb edir. İcra varsa, C oldu. Paralel qollarda dayaqda qolların bükülüb açılması aid oldu hansına? Təbii ki, dinamika. Dinamik. Dinamik hansı oldu? 1-dir də C. Sonra, turnikdə sallanma, ştankı baş üzərində saxlamaq. Saxlamaq var, müəllimlər. Sallanma da vəziyyətdə qalırsan da. Turnikdə sallanma. Turnikdə sallanma nədir? Qüvvə dözümlülüdür. Və həmçinin də statik dözümlülük deyildi ona. Statik dözümlülük, həmin vəziyyətdə qalmaq. Ştankı baş üzərində saxlamaq. Bəli, ağırlıq qaldırsan, saxlayırsan, statik vəziyyət. Əzələ gərginliyi yaranır. Əzələ gərginliyini uzun müddət eyni vəziyyətdə saxlamaq nədir? Statik deyilmi? Ona görə D, Y də hansına aid olur? Statik dözümlüyə aid olur. Bəzi müəllimlər bu ştankı görən kimi tez dinamik götürürlər. Bizdə kitabda bir nümunə verilib axı. Nə bilim, ağırlığı qaldırırsan, sonra çiyin, sonra baş üzərində və sair formada bir nümunə verilir bizim üçün. Orada götürməkdir. Görsən icra edir. İcra etməkdir. Qaldırır. Amma burada nə deyir? Deyir ki, saxlamaq. Saxlamaq varsa nəyə aid? Statikə. Deməli, 1 aid oldu BC, 2 aid oldu ADY. Cavabımız B variantıdır. Yəni gördüyünüz kimi çətin sual deyil əslində. Mahiyyətini başa düşəndə görürük ki, çətin sual deyil. 35. Basketbolda hansı hallarda cərimə atışlarını qayda pozuntusu kimə qarşı edilibsə həmin oyunçu yerinə yetirməlidir? Bəli, basketbolda ümumən deyirik ki, qayda pozuntusu kimə qarşı edilibsə o oyunçu yerinə yetirməlidir. Əslində bu bütün hallarda belə deyil. Bütün hallarda belə deyil. Gəlin baxaq ki, hansı hallarda belədir? Burada verilənlərə görə. Deyir ki, hansı hallarda kimə qarşı olubsa o oyunçu yerinə yetirməlidir. Texniki fol. Texniki folda istənilən bir oyunçu yerinə yetirə bilər. Bu doğru deyil. Texniki folda istənilən bir oyunçu. Həmin oyunçu yerinə yetirə bilər, başqası da. Qeyri-idman folu. Bəli, doğrudur. Qeyri-idman folu kimə qarşı edilibsə mütləq şəkildə cərimə atışlı oyunçu yerinə yetirməlidir. 3. Atış halında olmayan bir oyunçuya qarşı diskvalifikasiya edici fol edilərsə. Bu da səhvdir.
Basketbolda diskvalifikasiya edilib foul, yəni atış halında olmayan bir oyunçuya qarşı edilibsə, onu istənilən bir oyunçu yerinə yetirə bilər. Lakin atış halında olan bir oyunçuya qarşı diskvalifikasiya edilib foul edilirsə, bu halda onu mütləq şəkildə kimə qarşı qayda pozisiya edilibsə, o yerinə yetirməlidir. Atış halında olan bir oyunçuya qarşı foul olarsa, ümumiyyətlə istənilən bir halda basketbollarda yadınızda saxlayın ki, kimə qarşı qayda pozisiya olubsa, atışı da o yerinə yetirməlidir. 2-4. 2-4. Cavab C variantı. Texniki foul, atış halında olmayan bir oyunçuya qarşı diskvalifikasiya edici foul edəndə yadınızda saxlayın ki, istənilən bir oyunçu yerinə yetirə bilər. 36. Müəllim qış mövsümündə fiziki tərbiyə dərsini idman zalında təşkil edir. Zalın işıqlandırması kifayət qədər yaxşıdır. Lakin dərsdə əvvəl havalandırma aparılmır və məşq zamanı pəncərələr bağlı saxlanılır. Müəllim yüksək intensivli hərəkətləri verir, lakin şagirdlərin bir hissəsi yorulsa da fasilə vermir. Bəzi şagirdlər qalın geyimdə məşq edir və həddindən artıq tərləyir. Dərs bitdikdən sonra isə müəllim şagirdlərə gigiyenik qaydalarla bağlı heç bir tapşırıq vermir. Müəllim bu situasiyada fiziki hərəkətlərin gigiyenası qaydalarından hansını pozmur? Pozduğunu yox, pozmur. Fiziki hərəkətlərin gigiyenası da yadınızda saxlayın müəllimlər, hal-hazırda bizim çərçivə sənədimizdə var. Ona görə mən bunu əslində bunu test yox, məlumat xarakterli hazırlamışam. Aydındır? Burada da hansını pozmur? Bir dənə zalın işıqlandırılması kifayət qədər yaxşıdır. Zalın işıqlandırılması da fiziki hərəkətin gigiyenasına aiddir. Fiziki hərəkətlərin gigiyenası da yadınızda saxlayın şəxsi gigiyenaya aiddir. Nə? Şəxsi. Elə fikirləşərsiniz ki, fiziki hərəkətlər ictimai yox. Fiziki hərəkətlər şəxsi gigiyenik qaydalara aiddir. Görsə hamısını pozur. Aparılmır, bağlı saxlanılır, yorulsa da fasilə vermir, tapşırıq vermir, həddən artıq tərləmə var. Pozur bunları. Bunları pozur. Hansını pozmur? Zalın işıqlandırması kifayət qədər yaxşıdır. Deməli, məşğələ yerinin yaxşı işıqlandırması. Bir dənə bunu pozmur. Qalanlar hamısını pozur. Rahat sualdır bu. 37. Qaçaraq uzunluğa tullanma nəticəsinin daha uğurlu olması bilavasitə bu fazanın düzgün icra olmasına asılıdır. Bu fazanın düzgün icrası zamanı dabanlar yerə toxunan anda arxaya aşmamaq üçün bədənin ağırlığını dair hissəsindən irəliyə vermək lazımdır. Verilən situasiya tullanmanın hansı fazasına aiddir? Bilir ki, qaçaraq uzunluğa tullanmanın 4 fazası var. Qaçış, təkan, uçuş, yerə enmə. Bu da aiddir təbii ki, hansına? Təkan fazasına. Təkan yerə enmə fazasına. Qaçış, təkan, uçuş, yerə enmə. Niyə görə yerə enmə götürürük bunu? Baxın, deyir ki, dabanlar yerə toxunan anda arxaya aşmamaq üçün bədənin ağırlığını dair hissəsindən irəliyə vermək. Yəni, yerə enmə xəndəyindən irəli çıxmaq. Artıq dabanlar yerə toxunubsa hansı olacaq? Yerə enmədir də, uçuşda dabanlar yerə toxunur bəyəm. Demək ki, yerə enmədir. Dabanlar yerə toxunduqdan sonra irəli çıxmaq varsa, əlləri irəliyə uzatmaq varsa, bilin ki, söhbət yerə enmədən gedir. Cavab yerə enmə fazasıdır. 38. Fiziki tərbiyə dərsində Kamran müəllim şagirdlərə müxtəlif istiqamətlərə sürətli yer dəyişmələr və hansı texniki elementin imitasiya olunması hərəkətindən yəni istifadə edir. Vüqar müəllim isə müəyyən vəziyyətlərin saxlanılması üçün istifadə edilən statik hərəkətlərin yerinə yetirilməsini tapşırır. Müəllimlər şagirdlərdə hansı hərəkət qabiliyyəti inkişaf etdirmək istəyir? Bu müəyyən vəziyyətlərin saxlanılması bilin ki, əyilgənlikdir. Qüvvədə də ona uyğun var. Orada əzələ gərginliyini, aydınlı əzələ gərginliyinin saxlanması var. Əzələ gərginliyi varsa onu biz əzələ gərginliyi üçün istifadə olunan statik hərəkətlər qüvvəyə aiddir. Lakin müəyyən vəziyyətlərin saxlanılması üçün istifadə olunan statik hərəkətlər isə əyilgənliyə aiddir. Deməli, Vüqar müəllim əyilgənlik, Kamran müəllim də şagirdlərin müxtəlif istiqamətlərə sürətli yerləşmələr və hansı texniki elementin imitasiya olması. Bu da sürət üçün istifadə etdiyimiz hərəkət kompleksidir. Yəni hərəkətdir bu. Ona görə götürürük Kamran müəllim üçün sürət və Vüqar müəllim üçün də əyilgənlik. Sürət əyilgənlik cavab olacaq B variantı. Kamran müəllim sürət qabiliyyətini inkişaf etdirmək istəyir, Vüqar müəllim də əyilgənliyi. Müəllim qüvvə hərəkət qabiliyyəti üzrə dərsi təşkil edir. Dərsin əsas hissəsində müxtəlif qüvvə hərəkətləri daxil edilmiş oyunlar və estafetlərdən sonra əzələlərdə ağrıların baş verməməsi və orqanizm bərpası məqsədilə aşağıdakı hərəkətlərdən istifadə etdi. Asta tempdə yerimə, qollarını yuxarı qaldıraraq dərin nəfəs alma,
Ayağı irəli uzadıb gövdəni yavaş əymə. Müəllimin istifadə etdiyi bu hərəkətlərin təyinatını müəyyən edin. Hərəkətlərin təyinatını müəyyən edin. Burada nəyə fikir verin? Görürsünüz, deyir ki, dərsin əsas hissəsində müxtəlif qüvvə hərəkətləri daxil edilmiş oyunlar. Oyunlardan istifadə etdi. Fiziki yüklənmə var. Sonra deyir ki, əzələlərdə ağrıların baş verməməsi və orqanizm bərpası. Burada söhbət nədən gedir? Ağrıların baş verməməsi üçün nə etməliyik? Əzələrin boşalmasına yönəlmiş hərəkətlərdən istifadə etməliyik. Orqanizm bərpası üçün nə etməliyik? Bərpayıcı hərəkətlərdən istifadə etməliyik. Tənəffüs hərəkətlərini yerinə yetirməliyik. Burada deyir də əzələrdə ağrıların baş verməsi və orqanizm bərpası məqsədilə aşağıda hərəkətlərdən, yəni bərpayıcı hərəkətlərdən istifadə edir. Cavabımız nə olacaq burada? Bərpayıcı və relaksiyacı hərəkətlər. Fiziki yüklənmədən sonra deyirdi onsuz da. Həmişə yadınıza saxlayın. Əzələlərdə ağrıların aradan qaldırılması, orqanizm bərpası varsa bərpayıcı hərəkətlərdir. Cavab D variantıdır. 40. Müəllim sürət hərəkət qabiliyyətini tədris edir. Dərsin məqsədinə uyğun olaraq zalın müxtəlif hissələrində fərqli rəngli konuslar yerləşdirir. Müəllim eyni zamanda həm fit səsləndirir, həm də əldə olan rəngli kartlardan birini göstərir. Şagirdlər fit səsi ilə qaçmağa başlayır. Göstərilən rəngə uyğun konusa doğru qaçır. Şagirdlər bu zaman düzgün qərar verərək uyğun istiqamət seçməlidirlər. Bu bir oyundur əslində. Sürətdə istifadə etdiyimiz oyundur. Təbii ki, bunu biz istifadə edirik hərəkətin reaksiya tezliyi üçün. Görürsünüz, siqnallardır da burada. Siqnallar verilir və tez şagirdə rəngə uyğun olaraq reaksiya verməlidir. Ki, sən rəngi göstərsən, hansı rəngə uyğun qaçmalıdır. Bəzən uşaqlar qarışdırırlar. Tez reaksiya vermək. Təbii ki, nəyə aiddir bu? Hərəkətin reaksiya tezliyi üçün A variantı. Yəni, rahat sualdır bu. 41. Quba və Cəlilabad komandaları arasında keçirilən 3-3 basketbol oyununda Quba komandasının uğurlu atışından sonra Cəlilabad komandasının oyunçuları topun canlı olduğu halda əvəz etmə edirlər. Bu halda hakimin qərarı necə olur? Burada əslində açıqlamışam mən. Ümumiyyətlə, uğurlu atışdan sonra 3-3 basketbolda yadınıza saxlayın ki, top canlıdır. Basketbolda ölüdür, amma 3-3 basketbolda canlıdır. Hətta mən canlı olmasını qeyd etmişəm ki, biraz sual sizin üçün daha rahat olsun. Çünki bəzi müəllimlərin bu barədə məlumatı yoxdur. Və 3-3 basketbolda da əvəz etmə proseduru necədir? Mütləq şəkildə top ölü olmalıdır. Top ölü olduqdan sonra hakimdən icazə almağa ehtiyac yoxdur. Hakimdən icazə almadan meydan oyunçusu meydanını tərk edərək ehtiyat oyunçuya toxunur və ehtiyat oyunçusu sonra meydana daxil olur. Lakin top canlı olanda əvəz etmə edilirsə, bu zaman texniki fol qeydə alınır həmin komanda üçün. Aydındır? Burada da baxaq, kim səhvə yol verib? Cəlilabad komandasının oyuncusu. Cəlilabad komandası texniki folla cəzalandırılacaq. Cavabımız C variantı. 1-2 texniki fol verilir. Top canlı olanda əvəz etmək olmaz. Ölü olmalıdır mütləq şəkildə. Basketbolda da 3-3-də də. Fiziki tərbiyə dərsində şagird gimnastika nərdivanından yıxılır. Ayağında güclü ağrı, şişkinlik və deformasiya müşahidə olunur. O ayağını tərpədə bilmir. Bu zaman müəllim nə etməlidir? Əlbəttə ki, bu cavab əslində seçmək rahatdır burada. Şagirdi yeriməyə kömək etmək xeyr. Zədələnmiş ayağı şina ilə hərəkətləşdirmək. Cavab budur. Digər cavablara da baxaq. Ayağı düzəltməyə çalışmaq təbii ki, olmaz. Sadəcə buz qoymaq xeyr. Şagirdi evə göndərmək. Ən doğru olan hansıdır? Zədələnmiş ayağı şina ilə hərəkətləşdirmək. Yəni həmin hissəni hərəkətləşdirməlidir. Cavabımız B variantı. Bu da əslində rahat sualdır. Hər iki qabiliyyətlərə aid 5-ci sinif kiçik summativ qiymətləndirmə hərəkətlərini seçin. 5-ci sinif üçün kiçik summativ qiymətləndirmə hərəkətləri verilib, onları seçməliyik. Sürət gücdür. Sürət üçün verilib burada 60 metr qaçış, 100 metr qaçış, 30 metr qaçış, 3,10 metr məkik qaçış. 60 metr qaçış istifadə olunur 6, 7, 8, 9. 5-də istifadə olunmur. Bu deyil. 100 metr qaçış. Bu 10-11-də tam orta təhsil səviyyəsində. Ümumi orta soruşsa 60 götürürük. Tam orta soruşanda 100 metr götürürük. Amma bizdən sırf 5-ci sinif, konkret olaraq 5-ci sinif soruşur. 5-ci sinif üçün 30 metrdir. 3,10 məkik qaçış, 3,10 məkik qaçışda çeviklik üçün bilir ki, diyanısı və böyük summativ qiymətləndirmə normatividir. Bu da deyil. Deməli, birdən götürürük hansını? C-ni. 2-yə baxaq. Sürət güc qabiliyyəti 5-ci sinif üçün. Yerindən uzunluğa tullanmaq, xeyr. Bu diyanası böyük summativ qiymətləndirmə normatividir. Qaçaraq uzunluğa tullanmaq, bəli. Qaçaraq hündürlüyə tullanmaq, xeyr. Deyəcəksiniz ki, niyə? Qaçaraq hündürlüyə tullanmaq 5-6-cı siniflərdə tətbiq olunmur. 7-dən başlayaraq tətbiq olunur. 5-6-larda hündürlüyə tullanma yoxdur. 150 qramlıq topun atılması, bəli. 150 qramlıq topun. 5-6-cı siniflərdə istifadə edirik. Qaçaraq uzunluğa tullanma, bir də 150 qramlıq topun atılması. Deməli, 1-ə aid oldu C, 2-ə aid oldu B və D. 1C, 2B'dir. Cavabımız B variantı. 44.
Müəllim şəkildə təsvir edilmiş şagidə ayaqlar bir yerdə saxlamaqla, qollar yuxarıda irəli əyilmək, düz qolları arxaya yuxarıya aparmaq, hərəkəti böyük amplituda ilə icra etməyi tapşırır. Müəllim şagidə bu tapşırığı verməklə hansı hərəkəti inkişaf etdirmək istəyir? Ümumən bu hərəkət əslində çox əyilgənliyə oxşayır, düzdürmü? Amma biz həmişə demişik ki, elə hərəkətlər var ki, bəli, orada fırlanma, əyilmə hərəkətləri olur. Çünki biz həm ön, arxaya uyğun olaraq hərəkətləri yerinə yetirərkən burada amplitud hərəkətləri olur, yerlənmə hərəkətləri olur. Bu hərəkətlər ağırlıqsız yerinə yetiriləndə əyilgənlikdir. Amma ağırlıqlı yerinə yetiriləndə adi topla deyir ki, qolların dairəvi hərəkəti. Bu nədir? Bu əyilgənlikdir. Amma deyirik topun baş üzərində dairəvi hərəkəti qüvvədir. Yəni hər hansı bir ağırlıqla yerinə yetirilirsə qüvvədir. Ağırlıqsız yerinə yetirilirsə bu hərəkətlər əyilgənlikdir. Hərəkət bunu alətsiz versəydi, alətsiz, yəni qantelsiz versəydi, bu zaman əyilgənliyi götürə bilərsən. Amma qantelə verdiyinə görə bu sualın cavabı nədir? Qüvvə qabiliyyətidir. Çaşdırmasın sizi yəni. Çünki biz amplituda sözünü daha çox əyilgənlik üçün istifadə edirdik, yerlənmə, fırlanma hərəkətlərini. 45. Bu sual da rahatdır. Aktivika dərsində müəllim sədərlə qaçış üzrə müxtəlif məsafələrdə keçilən yarışları izah edir. O qeyd edir ki, sədər arasındakı məsafə yarış məsafəsindən asılı olaraq dəyişir. Bəli. Müəllim şagirdlərə sual verir. Sədərlə qaçış növlərindən hansında sədər arasındakı məsafə ən böyükdür? Ən böyük olan soruşur. Buna uyğun belə bir sual yadıma gəlir. 2021-ci ildə MİQ imtahanında belə bir sual düşmüşdü. Ən az məsafəni soruşmuşdu orada. Təbii ki, ən az məsafə bilirik ki, 100 metr sədərlə qaçışdadır. 850 olur sədər arasındakı məsafə. Burada isə cavab 400 metrdir. 400 metr bilirik həm kişilər, həm qadınlar yarışır bu növdə. Start xəttindən ilk sədərə qədər 45-dir məsafə, sədər arasında 35, sonuncu sədərdən finişə kimi olan məsafə 40 metrdir. Bizdə də bilirik ki, sədərlə qaçış 100, 110, 400 metrdə. Təbii ki, məsafə çoxdursa, sədər arasındakı məsafə də daha çoxdur da. Ona görə cavab nədir? Təbii ki, 400 metr sədərlə qaçışdır cavab. Rahat sualdır bu da. Uyğunluğu müəyyən edin. Xüsusi dözümlülük verilib, xüsusi çeviklik verilib, ümumi koordinasiya verilib, ümumi çeviklik verilib. Tək-tək seçək bunlar hansı-hansına aiddir? Bəzi müəllimlər qarışdırır bunları da. İnsanın müxtəlif məzmunlu hərəkət fəaliyyətini optimal idarə və icra etmə bacarığı. Baxa görüm hansına aiddir. Qoy hər dördünü yazaq. Hansı-hansına aiddir? Müəyyən edərik. İnsanın müxtəlif məzmunlu hərəkət fəaliyyətini optimal idarə və icra etmə bacarığı. Müxtəlif məzmunlu deyirsə, hərəkət fəaliyyəti optimal idarə icra etmə bacarığı, bu aid olur hansına? Təbii ki, ümumi koordinasiyaya. Yəni 3-ə ilə burada qabağında da yazmaq olar. 3-ə aiddir hansı? A. 3-ə aiddir bizim şu hansı? A variantı. Hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsi qabiliyyəti. Hər hansı ixtisas sahəsində hərəkət fəaliyyətin idarə olunması və tənzimlənməsi deyirsə, bu çevikliyə aiddir. 2 aid oldu B. Sonra, hər hansı idman növündə hərəkətlərin yarış şəraitinin tələblərinə uyğun rejimdə icrası zamanı özünü göstərən qabiliyyət, yəni maksimal icra tempində, bu isə xüsusi dözümlüyə aiddir. 1-ə də aid oldu C. 1C, 2B, 3A və 4. İnsanın müxtəlif hərəkət fəaliyyətinin idarə olması və tənzimləmə hazırlığı kimi dəyərləndirilir. 4-də də D. Baxaq, 1C, 2B, 1C, 2B, 3A, 4D. Cavab olur burada B variantı. Təriflərdir və bizdə uyğunluq müəyyən edir ki, hansı hansına aiddir. Bunlar da yadda saxlama əslində rahat yolları var. Həmişə yadınıza saxlayın ki, hərəkət fəaliyyət varsa bilin ki, çeviklikdir. Dözümlülüklə çevikliyi fərqləndirmək üçün bu təriflərdə. Hərəkət fəaliyyət sözünü həmişə yadınıza saxlayın. Hərəkət fəaliyyət varsa bilin ki, söhbət çeviklikdən gedir. Görürsünüz? Hərəkət fəaliyyət. Harda çeviklik varsa görürsünüz hərəkət fəaliyyətdir. Çeviklikdə hərəkət fəaliyyət var. Amma dözümlükdə hərəkət fəaliyyət olmur. Belə yadınızda. Və çeviklikdə də müxtəlif məzmun olanda birin koordinasiyaya aiddir, ümumi koordinasiyaya. Amma müxtəlif hərəkət fəaliyyətinin idarə olunması varsa ümumidir. Hər hansı bir ixtisas sahəsində hərəkət fəaliyyətinin idarə olunması varsa bu xüsusi çeviklikdir. Sonra hər hansı idman növündə hərəkətin yarış şəraiti tələblərinə uyğun yerinə yetirmək o xüsusi dözümlüdür. Hərəkətləri nisbətən aşağı intensivlikdə
davamlı yerinə yetirilməsi zamanı təzahür etdirilən qabiliyyət isə sayılır ümumi dözümlülük. Cavab burada oldu, dediyim kimi B variantı. 47. Bu sual da rahatdır. Körpü vəziyyəti əyilgənlik hərəkət qabiliyyətinin inkişafı, o cümlədən onurğanın və əsas oynaqların mütəhərrikliyinin və əzələlərin elastikliyinin yoxlanılması üçün istifadə olunur. Burada körpü vəziyyəti deyildikdə nə nəzərdə tutulur? Bəli, əyilgənlik üçün istifadə etdiyimiz bir hərəkətdir, körpü vəziyyəti. Baş üzərində çevrilməklə və bədənin dayağa acı toxunmasıyla çevrilmiş hərəkətdir, xeyr. Bədən yüklü vəziyyətidir, xeyr. Arxası dayağa tərəf olmaqla maksimal dərəcədə arxaya əyilməklə qövsvari vəziyyətlidir. Bəli, doğru cavabımız hansıdır? Digərləri səhv hamısı. Tarzı vəziyyətdən uzaqlaşma nöqtələri arasındakı məsafə, hərəkətin son həddi bu amplitudadır. Bədənin dayağa acılı olaraq toxunması ilə fırlanan hərəkət, xeyr, bu da deyil. Deməli, cavabımız oldu burada hansı? C variantı. Arxa dayağa tərəf olmaqla maksimal dərəcədə arxaya əyilməklə qövsvari vəziyyət. Burada da uyğunsuzluğu müəyyən edin deyir. Bu da əslində rahat sualdır. Məsafə güzəştləri ilə qaçışlar. Uyğunluğu yox, uyğunsuzluğu. Bunu götürmürük çünki uyğundur. Sürətdə istifadə edilirikdə məsafə güzəştləri ilə qaçışlardan. Bəli, müxtəlif əzələ qruplarının gərginləşdirməsini təmin edən statik hərəkətlər. Bax, elə cavabımız budur, uyğunsuzlar. Niyə görə? Bayaq qeyd etdim əslində ki, digər testdə müxtəlif əzələ qruplarının gərginləşdirməsini təmin edən statik hərəkətlər varsa qüvvədir. Amma müəyyən vəziyyətlərin saxlanılması üçün istifadə olunan statik hərəkətlər isə əyilgənlikdir. Bu hərəkət bizim üçün nədir? Qüvvə hərəkətidir. Çeviklik, çoxmərli mütərrik oyunlar topla yerləşmələr estafetlər çeviklikdir. Maneələr üzərindən seriyalarla tullanma sürət gücdür. Uzanaraq dayaqda dairəvi hərəkət qüvvədir. Yəni, cavabımız hansı oldu? Uyğun olmayan B variantıdır. Çünki bu hərəkət qüvvə üçündür. Amma əyilgənlikdə verilir. 49. Voleybol idman oyununda əvəz etmə ilə bağlı qeyd olunan fikirlərdən biri doğru deyil. Birbaşa qoy cavabları oxuyaraq təhlil edin. Libero əvəz etməsi yalnız arxa zonadan həyata keçirilir. Doğrudur. Burada doğru olmayanı soruşur bizdən. Bu doğrudur. Yəni, doğrudur deyəndə ki, bizə səhv olanı soruşur da. Səhv olanı soruşur deyəni onu götürmürük. Bir ehtiyat oyunçu ilkin düzlük cədvəlində olan bir oyunçunun yerinə bir setdə bir dəfə daxil ola bilər və yalnız həmin oyunçu ilə yerini dəyişə bilər. Bəli, bir oyunçu bilirik ki, deyir ki, set ərzində bir dəfə əvəz oluna bilər. Meydanı tərk etsə oyunçu, yəni əvəz edilərsə, yalnız həmin oyunçunun yerinə qayıda bilər. Yəni həmin oyunçu ilə əvəz oluna bilər bir də. Bu da doğrudur, amma səhvi soruşur. Oyunçu setdən xaric edilərsə, komandanın istisna əvəz etmədən istifadə etmə hüququ vardır. Bəli, var. Edə bilər. Məsələn, 6 əvəz etmədən istifadə etmişik, bir oyunçumuz setdən qovuldu. Bu halda acılıq qalmır ki, istisna əvəz etmə şansımız var. Və əvəz etməni həyata keçirə bilirik. Komanda bir set ərzində qaydada icazə veriləndən artıq oyunçu dəyişikliyi edirsə və oyunu davam etdiribsə, səhv baş verəndən sonra hər iki komandanın qazandığı bütün xallar ləğv edilir, xeyr, ləğv edilmir. Ləğv edilir, birisi kimin ləğv edilir? Səhv edən komandanın. Yəni, qaydaya uyğun olmayan əvəz etmə ediriksə, məsələn, deyək ki, 7-ci əvəz etməni etdik. Düzdürmü? Və ya da ki, bir oyunçu bayaq dediyim kimi əvəz olunanda, növbət dəfə qaydanda, meydana qayıdırsa, yalnız həmin oyunçu yerinə qayıtmalıdır. Başqa oyunçunun yerinə qayıdırsa, bu da səhv əvəz etmə hesab olunur. Belə olan hallarda oyun davam etdirilibsə, bu zaman nə olur? Mütləq şəkildə rəqibi bir xal servis keçir rəqib komandaya və həmin komanda neçə xal qazanıbsa, həmin xallar silinir. Qazandığı xallar silinir. Burada isə deyir ki, hər iki komandanın xalları silinir. Xeyr, səhv edən komandanın. İstisna əvəz etmədən sonra oyunçu zədələnirsə, oyunçu zədəsini bərpa etməsi üçün 3 dəqiqə vaxt verilir. Bəli, doğrudur. Bizdən də səhvi soruşur. Səhv soruşursa cavabımız oldu D variantı. Yəni, yalnız birinin xalları silinir. Və sonuncu sualımız belədir. Müəllim sürət güc tədris faizi üzrə keçdiyi dərsdə Mələk və Banu doldurulmuş topların arxası üzrə uzanmış vəziyyətdən atılması hərəkətini, doldurmuş topların baş arxasından atılması hərəkətini, Nicat Hilal isə 2-3 kiloqramlıq doldurmuş toplarla zonaya və hədəfə atma hərəkətlərini icra edir. Müəllim şagirdlərdə hansı ətraflarda sürət güc qabiliyyətini inkişaf etdirmək istəyir? Banu doldurmuş topu arxası üstə uzanmış vəziyyətdə atırsa, arxası üstə uzanıb atır. Bu 2023-cü ildə MİQ imtahanında düşmüş sualdır. Yəni birinci yuxarı ətraflardır. Uzanmış vəziyyətdə olmağı sizi çaşdırmasın ki, aşağı ətraflarla heç bir adəti yoxdur onun. Təbii ki, sin öndən atırsa doldurmuş topları, bu sürət güc yuxarı ətraflardır. 2-3 kiloqram doldurmuş topları da zonaya hədəfə atmaq sürət gücü üçün istifadə etdiyimiz bir hərəkətdir. Bu da yuxarı ətraflardır. Yəni, hər 4 uşağın yerinə yetirdiyi hərəkətlər hansılardır?
yuxarı ətraflar. Baxaq cavablarda yuxarı ətraflar hansıdır? İkisində də. Yuxarı ətraflarda. Cavab D variantı. Mələk və Banu yuxarı ətraflarda sürət gücü, Nicat və Elal yuxarı ətraflarda sürət güc qabiliyyətini. Deməli, cavabımız oldu burada hansı? D variantı. Bu qədər. İnşallah, yəqin ki, Zülfüqar müəllim də həmin 10 sualın izahını hazırlayar. Hazırlasa paylaşaram. Onların izahına baxarsınız. Bu qədər müəllimlər, bacardığım qədər çalışdım daha tez olsun deyənə. Yəni çox həddən artıq geniş məlumat verə bilmədim, çünki vaxtımız çox gedəcək. Amma məncə bu sualların izahı ilə biz çox şey öyrənmiş olduq. Və buna uyğun əminəm ki, suallar düşsə bizim üçün bundan sonra daha rahat işləyə bilərik. Sınaqlarda etdiyimiz səhvə görə heç vaxt həvəsdən düşmürük. Çünki burada etdiyimiz səhvlərlə biz öyrənmiş oluruq. Biri var ki, sınaqlarda səhv edək, biri var ki, gedib imtahanda səhv edək. Sınaqda etdiyimiz hər səhv bizə bir şey öyrədir. Nəyisə öyrədir. Əsas gedib imtahanda səhv etmək. Səhv etməmək üçün nə etmək lazımdır? Bu tipdə sınaqları daha çox işləmək lazımdır. Uğurlar müəllimlər.